kimi bugün bir seminarımız başlayacaq. Sizə ilk öncə məlumat vermək istəyirəm bu seminarlardan. Bizim şöbəmiz, yəni əlavə təhsil, təcrübə və karyera şöbəsidir. Burada bilən tələbələr də var, tanıyıram əksəriyyətli bilməyənlər də var. Onlar üçün məlumat verəcəm qısa olaraq. Deməli, bizim şöbəmiz karyera inkişafı, karyera planlaması kimi bir çox fəaliyyətlərə dəstək olur. Bu nə deməkdir? Biz sizin karyera inkişafınızda sizə dəstək olacaq. Bizim sosial şəbəkəmiz var. İlk öncə bunu deyim. Facebookda Adul Tələbə Karyera İnkişafı. Instagramda isə Adul Aşağıdakı Karyera səhifəsi. Maraqlı siz deyərsiniz. Orada təcrübə proqramları paylaşılır. Bütün fakültələr üçün, bütün ixtisaslar üçün olan təcrübə proqramları var. Qoşula bilərsiniz. Ödənişsiz formada da var, ödənişli formada da var. Sizə hansı olursa qatıla bilərsiniz. Daha sonra vakansiyalar var, iş vakansiyaları paylaşılır. Tələbələr üçün yarışdan işlər olur. Sizə maraqlısa, sosial şəbəkə hesabınızı deyərsiniz, sizə maraqlı olan və biz tez-tez bu formada tələbələrə faydalı olacaq şəkildə seminarlar və bir çox tələblər təşkil edirik. Həm sizə maraqlıdırsa, həmin təhlil və seminarlara da qoşula bilərsiniz. Utanılmaz təhsil binasında birinci mərtəbə institutu formadır. Hər biriniz orada görməkdən şad olarıq. Kimin də sualı varsa, gəlib bizə sual verə bilər. Bu işlər Cəmilə xanım, Cəmilə Məmmədova və mən Leyla xanım məsul olurum. Formada müraciətlərinizi eşitmək hər zaman hazır. Və bugün Beynəlxalq Tədris və Elmi İnkişaf Akademiyasının rəhbəri bildiyiniz kimi Orxan Əliyev sizdən öz təcrübələrini bölüşəcək, təcrübə proqramları barəsində danışacaq. Həmçinin isə karyera planlamasından karyera inkişafınızda da maraqlı söhbət edəcək sizlər. Ümid edirəm maraqlı olar. Çox sağ olun. Buradan bu tədbirlər baxılan yoldaşların hamısını səmimi qəlblə salamlayıram və öz təşəkkürümü bildirirəm ki, vaxtlarını, dəyərli vaxtlarını bu tədbirə ayırır, gəlir burada bizi dinləyirlər. Eyni zamanda mən özümə borc bilirəm ki, Tədris və Karyera Mərkəzində Nəsim müəllimə Leyla xanım var, Cəmilə xanım var. Bizim də Beynəlxalq Tədris və Elmi İnkişafı Akademiyası ilə əməkdaşlıq etdikləri üçün və tələbələrə universitetdə inkişafda, tələbələrin karyera inkişafında irəliləyişdən bütün bu imkanı yaratdıqlarına görə başda Nəsim müəllim olmaqla Leyla xanıma və Cəmilə xanıma öz təşəkkürlərimi bildirirəm və borc bilirəm. İnşallah yoldaşlar, burada əlimizdən gəldiyinizlə səmimi bir söhbət eləməyə çalışacağıq. Çünki bu akademik bir seminar deyil və hətta burada elmi bir konferans olmayacaq. Sadəcə iş dünyası ilə təhsil mərkəzlərində yetişən tələbələrin arasında bir köprü, yəni karyera, inkişaf, şəxsi inkişaf köprüsü yaratmağa çalışırıq. Burada çıxış zamanı hər kəs istənilən bir yolda öz fikrini, suallarını bildirərlər və bu üçün çox önəmlidir. Çünki hər bir fikir və ya sual üçün çox dəyərlidir. Mən ismim Orxan Əliyevdir. Karyera və qarşılaşdıqları və keçirmiş olduqları çətinliklərin bir çoxunun mən də Azərbaycanda olan yoldaşlar kimi görmüşəm. Amma onu da bilmək lazımdır ki, insan özünə nə qədər çox inanarsa və qarşısına məqsəd qoyarsa, onun qət edə bilməyəcəyi heç bir çətinlik və ya fəaliyyət yoxdur. Və ilə də biz Beynəlxalq Tədris və Elmi İnkişaf Akademiyası olaraq Azərbaycanda şəxsinin
təhsilin, karyeranın, inkişafın, innovasiyanın və bir çox əsas stratejik əhəmiyyətli hədəflərin inkişafı üçün əlinizdən gəldikcə imkanlarınız daxilində önəmli addımlar atmağa çalışılır. Eynilə də Cənab Prezidentimizin yürüdüyü siyasətlə gedirik və biz Gənclər Qurultayında, 4-cü Gənclər Qurultayında da Cənab Prezidentin bildirdiyi kimi Azərbaycan gəncliyi üçün karyera, innovasiyalar, texnologiyalar və digər inkişaf amilləri çox önəmlidir və bu bizi beynəlxalq mövqedə gücümüzü möhkəmləndirəcək və hər bir gəncimiz üçün parlaq gələcək yaratmağa imkan yaradacaqdır deyə bildirmişdir və biz də Cənab Prezidentimizin bizə yol verdiyi və göstərdiyi strategiyalar irəliləyərək əlimizdən gəldiyincə bu gənclərə dəstək olmağa çalışırıq. Fəaliyyət dövrümüzdə dünyanın bir çox yeri ilə biz onlayn təhsil imkanları yaratdıq. Yəni bir çox sahədə biz kurslar və seminarlar təşkil elədik. Amma əlbəttə işlədiyimiz dövrdə irəlilədikcə biz də gördük ki, təhsildə də, karyerada da çox böyük inkişaf ola biləcək önəmli mövqelər var. Bizim əsas fərdi sahəmiz indiyənə kimi oldu. Psixologiya sahəsi, ümumi psixologiya sahəsi, şəxsi inkişaf, ümumi psixologiya ilə bağlı bir çox sahələr bizim əsas fərdi sahələrimiz oldu. Amma indi onunla da yanaşı həm də şəxsi bacarıqlar və şəxsi çalışmalar artık inovasiyalar, teknoloji, insan yetiştiği zaman elbette onun için hem kamillik olarak özgürlük şahs da önemlidir. Aynı zamanda onunla beraber dövgün istikametini tutmak ve dövgün nəslini tutmak da önemlidir. Ona göre biz hem de slaytlar edecek. Slaytlarda biz de tarihte olan akreditasiyalar arasında danışacağız, əlaqdaşlıqlarımızdan danışacağız. Biz başladığımız dövrdə, fəaliyyətə başladığımız dövrdə ilk Türkiyəyə başladıq. Tədris verməyə, seminarlar, kurslar tədris verməyə. Daha sonra çalışmalarımızı irəlilətdikcə daha geniş spektrə, daha geniş coğrafiyaya yayılmağa başladıq. İndi hal-hazırda Avropa, Orta Asiya, Rusiya və Avropanın bir çox şəhəri ilə onlayn tədris üzrə bir çox pozitiv, önəmli tədris kurslarımız var ki, onları keçirik. İllə də Azərbaycanda da bizim tələbələrimiz olmuşdur və qatılımlar olmuşdur, amma iş başlayanlar daha çox xariclə İndi isə istəyirik ki və labid görürük ki, əgər bizim çalışmalarımızı xaricdə dəyərləndirirlərsə, eynilə bizim üçün vicdanı və mənəvi borcdur ki, öz vətəndaşlarımıza, öz həmyerlilərimizə, həm öz insanlarımıza əlimizdən gəldiyincə dəstək vermək və Azərbaycanın da bir çox dünyadakı digər fəal olan qurumlar, tədris və fəal olan qurumları kimi bizim də qlobal dünyaya çıxarda biləcəyimiz tədris platformu və tədris markamızı olacağına inanır və biz bunu hədəfləyirik. Ona görə də universitetlərlə əməkdaşlığı önəmli bilirik. Önəmli bildiyimiz üçün həm də tələbələrin də həm universitetdə təhsil aldıqları, həm bitirəndən sonra karyeradakı çətinlikləri gördük və onun da hamısında birləşməsindən biz staj və təcrübə proqramını yaratmaq qərarına gəldik. İndiyənə kimi hər iki çalışmaların çox pozitiv qiymətləndirir. Londonda olan mərkəzdir, sonra Oxford
Bunlar hamısı dünyanın bir çox yerində önəmli tədris üzrə, təhsil üzrə önəmli mövqe tutan mərkəzlərdir ki, bizimlə qarşılıqlı əməkdaşlıq edirlər. Bu əməkdaşlıq nədir? Yəni bizim tədrisimizin zənginliyini onlarla qarşılıqlı əməkdaşlıqda zənginlik yaradılır ki, tədrisimizdə qatılan hər fərd tələbə olmaq istər, şartlar, məktəb qrupu ən unikal tədris vasitəsilə kurslar alsınlar. Hansı ki, bu kurslar içərisində həm praktiki, həm də teorik tədrislər olur. Mənim maraqlıdır, məsəl üçün, indiyə kimi staj eləyən təcrübələr keçən yoldaşlar olur. Və təhsil platformları ilə bağlanan yoldaşlar olur. Özünü inkişafla bağlanan yoldaşlar olur. Ya da sizin belə karyera göndərmək, suallar qanunlarsa istəmirik. Biraz daha bilsən, çıxış, kimsə sualı verir. Özlərində yardımcı paket layihəsidir ki, bu layihəni gerçəkləşdirəndə istəyir iş qurumları, istəyir ki, sadəcə İsrail vətəndaşlar üçün onları qlobal kriz zamanı olan bir çox sosial psixoloji problemlərdə olmaq və savranlığın bərpası, burada həm zihni bərpas gedir, həm təhsil sağlığımıza təsir edir. Və biz bu layihəni yazanda, açıqcası bu layihəni yazan əsas insan mən özümdür. Məqsədim sadəcə insanlara faydalı olmaq idi. Yazdıq, üzərində çalışmalar getdik. Erdar Akademiyasının yanında əməkdaşlığımızda onlar çalışan işçilərlə də əməkdaşlığımızda. Onlardan da bununla bağlı fikir aldım. Və biz bu layihəni dünyanın bir çox yerinə göndərdik ki, dəyərləndirmədən keçsin və ilk dəyərləndirmə o zaman Rusiyadakı ən yüksək qiymətə oldu. Hətta bunu burada dəyərləndirdilər. Açıqcası, mən səninlə danışsam, bizim Azərbaycandakı komandamız çox sayıla azdır. Tarihdən bizlə əməkdaşlıq edən insanlar var və biz bu işlərin hamısını çatdıra bildik. Məsələn, Özbəkistandan Ailə və Sağlıq Bakanlığı deyirlər. Onun rəhbərliğində məktub gəldi ki, bunu dövlətimizdə, qurumlarımızda və kütləvi insanlar üçün eləyə bilən sosial əhəmiyyətli layihədir. Tədris proqramları, əxlaqlıq təlimatını götürürük. Yəni bizim tədris strategiyamız həm texnologiya və indi həm innovasiya yönümlüdür və biz çalışırıq ki, həm texnologiyanın, həm təhsili, həm də innovasiyanın və eyni zamanda da ki, cəmiyyətə faydalı olabiləcək işlər gerçəkləşdirək. Bununla da bağlı məsələn, indi hal-hazırda üzərində çalışdığımız layihə təhsil layihədir. Tədris çalışmak şirketlerden kurslar götürürler ama Azerbaycan'ın dünyada təhsilin müəyyən səviyyədə bilinir, amma belə böyük bir platforması
tercih yoktur. İnşallah ki bundan sonra da gələcəkdə biz öz bölgemizi tutmaq amaçlı. İcazə versəniz, mənim bir sualım var. Bəli. Belə deyim, hazırda məsələn mənim marketinq sektorunda, satış sektorunda təcrübələr olub və yaxud da bank sektorunda. Hazırki dövrdə soft skilllər daha önəmli. Yəni iş psixologiyası. Nəinki savad, ən birinci iş alanda, bir karyerin dəstək alanda bir şəxsin psixologiyasına baxırlar ki, o mühitə uyğundur. Yəni onun savadı ən sonuncu nəzərə alınır. Yəni sizdə bu yöndə hər hansı bir dəstək varmı, bir kurs varmı? Azərbaycan iş kimə görə hələ bu yaxınlarda yanmış sadəcə bir dənə soft skill kursu var. Sırf iş yükünə hazırlayan şəxslərin. Yəni bu sahibə siz nələr edirsiniz? Ümumiyyətlə belə bir dəstəyiniz varmı? Çok teşekkür ederim. Sual gerçekten çok bağlıydı. Aslında çok cəmiyyətdə müsbət bir çox iş görən şirkətlər, təhsil müəssisələri var. Bunları da biz almışlarıq. Amma bəzən o dediyimiz kimi işimizdə bəzən olur ki, insanın şəxsiylikləri biraz daha geriyə keçmiş olur. Amma bizim vurgulamaq istədiyimiz, axlamaq istədiyimiz olur ki, yəni çalışan mühitində əsas olan insanın həm şəxsi keyfiyyətləridir, həm də bir də bacarıqlarıdır. Yəni, tutaq ki, şirkətə artıq bütün dünya belə qavrayıb, inşallah ki, Azərbaycanda da inanılır ki, bir çox inkişaflar bir də o yavaş-yavaş adlanır. Amma böyük irəliləyişlər olacağına inanırıq. Biz necədir? Məsələn, bizim digər insanlar, yaxud da bizim ətrafımızda digər insanlar görür ki, biz şəxsən heç bir belə deyək ki, hər bir fikir dəyərlər, hətta bunun bizim çalışmalarımızla bağlı ola bilər ki, bunu məsəl üçün İraqdan yəni o dəyərləndirir və yaxud da sual olaraq, fikir olaraq dəyərləndirir. Bu şirkətin özünü böyük inkişaf edir. Çünki əgər bir yerdə özünü fərqlik yoxdursa, o şirkət heç bir zaman inkişafa doğru gedir. O dəyişiklik çox ki, bir çox şirkətdə nə qayda qanunlar varsa, yəni bir qeyriləşmə varsa, ən böyük bizim vurgulamaq istədiyimiz odur ki, biz çalışırıq ki, həm kurslarımıza qatlanan tələbələrdə, həm də bizimlə çalışan insanlarda o çərçivədən çərçivə daxilində düşünməsin. Çərçivə daxilində ancaq çalışmaq fikirləşməsində. Əvvəlləmiş qanunlar tam olaraq hərəkətə keçirməsinlər. Çünki bu zaman bizim düşüncəli bir insanın o çərçivəyə tam şəkildə daxil edəndə heç bir şəkildə o adamdan istifadə əldə etmək olmur. Hətta o şirkət özü də ilərləyər. Buna misal olaraq, məsəl üçün, Apple, Microsoft, IBM də özellikle bizim də çox bəyəndiyimiz Tesla şirkətidir ki, onlar heç bir zaman çərçivəyə çalışanlarını daxil etmirlər. Hətta mənim şəxsən fikir alışverişində şirkətlərdən birisi Google şirkəti. Biz dedik ki, Google şirkəti bizim 2 il bundan öncə bir danışıqlarımız oldu ki, değer bir platform yaratsa, $1 değerlendirme olanı ondan çok müsbət qarşılıq. Əsas məsələ budur. Yəni, hər zaman yeniliklere açıq olmaq bu inkişafı adımlayacaq bir yol olur. Dediğiniz şəkildə əlbəttə, yəni şəxsi inkişaf da önemli insan özündə o biznes psikologiyası. Bizim ülkemizdə akademiya, biznes psikologiyası keçir. Amma dünyadan hər yani böyle bu dünya ölçüde her zaman olan psikologiyası, sözde iş psikologiyası, komandalarla çalışmak, bunlar her müessesede olur. Diğer hatta haricden bakımlar, yani tələbələr olur ki, mesela İsveçrədə PhD-lərə bağlı bir çalışma. Yani böyle bir şey demiştim ben. Real həyatdan fərqli yaşamış bir şey. Bunu tam sərləyəcəm. Əgər yaxşı neysə düzəltmək istəyirsinizsə və qarşınızda bir hədəf qoyursunuzsa,
bu hədəf nə qədər çətin olsa da, siz mütləq iş ortaya çıxarırsınız və zənginliyə yaranabilirsiniz. Həm də ən məhdud imkanlar, əsas olan odur ki, səmimi danışsaq, insan ilk öncə özü-özünə inanmalıdır, ondan sonra hədəflə doğru irəliləyə bilər. Sokratın bir dənə fəlsəfə bir hekayəsi var idi. Sokratdan gəlib, ona soruşurlar ki, şəxs soruşur ki, mən necə ola bilər ki, sizin kimi mən istəyirəm məşhur bir filosof fəlsəfəsində fəlsəfəsi olur. Sokrat bir tamam gələrsən, yaxınlaş, mən sənə izah edəcəm. Qısa deyəcəm, işte yoldaşı bir dəfə yaxınlaşdırıb, yoldaşı suya batır. Bir isə bir yaxınlaş, yəni bələn bir isə suya batır. Daha sonra biraz daha yaxınlaş. Gələn adamın bu dəfə yəni fəlsəfəni öyrənmək istəyən insanı suya bütöv batır. Bir neçə dəqiqə nəfəssiz saxlayır, sonra buraxır. Yox, mən sənə fəlsəfə öyrənməyə gəlmişdim. Mən istəyirdim sənin kimi peşəkar bir fəlsəfəçi olub. Niyə görə mən burada qovursan? Yox, bilirsən, mən sənə göstərdim ki, sən necə mənim kimi ola bilərəm. Necə? Sən yaşamaq üçün nə edir? Nəfəs almaq. Düzdürmü? Mənim üçün fəlsəfə yəni nəfəs almaq qədər dəyərli bir şey. Biz çalışmışıq, yəni işlərimizdə çalışmalarımızda bir çox işimizi nəfəs almaq qədər önəmli görürük. Yəni nəfəs almaq qədər dəyərli görürükdə o zaman siz inanın ki, öz işlərimizdə bir çox uğur əldə edə biləcəksiniz. Yəni mənim səmimi danışsam, çünki mən istəyirəm ki, keçən dəfə biraz daha monoloq şəklində oldu. Bu dəfə daha insanlarla səmimi danışmaq, hər kəsə suallara qəbul etməkdir. Yəni hər bir hədəfimiz ki, biz yaşadığımız iş dünyasında olan hər müsbət bacarıqları insanlara göstərməyə başlamaqları, hər də ki, mənzillərin üzərində necə gələcəklərini yaşadıqlarından artıq. Bir çox tələbələr yəni görmüşəm, bu insan bir şəkildə eləyirlər, amma hər insan müsbət şəkildə, müsbət nəyə çəkirlər, ama yaşadığımız tam bacarıqlarını, keyfiyyətini, infrastrukturunu yoldaş öz düşüncələrindən çıxarmış deyil ki, iş yox. Mən özümü iş yoxdur ki, mən özümü göstərəm, özümü dəyərləndirəm. Biz əlimizdən gəlməkdə, yəni mühəssib olaraq, yox ki, insan olaraq o yoldaşa anlata bilir. Sən əgər doğru yerdə özünü görsən, doğru yerdə özünü qiymətləndirsən, istədiyin işdə tapacaqsan, istədiyin mühitə də gedəcəksən, inanın, həmən yoldaş çıxartır və o bitmiş tarihində nöqtədə işləyir. Yəni, insan həyatını bir günün içərisində müsbətdə də dəyişə bilər, mənfiyə də dəyişə bilər, siz onu doğru seçmək. Yəni, bu şəkildə Kurseradır. Bu platformalar bizim araştırdığımız platformalar. Necə? Sırayla. Sonra Ben o layihəni təqdim elədiniz, qəbul olundu. Demək istəyirdim ki, o layihəni insanlar arasında necə yaydınız və layihənin nəticəsində insanların geri dönüşləri, rəyləri necə oldu? Yəni təəssüratları necə oldu? Biz o layihəni belə deyək ki, əlimizdəki imkanlar səviyyəsində ilk öncə bu layihəni, antistress layihəsini Türkiyədə
keçən il zəlzələ bahs elədik. Və elan verilmiş müəyyən buradakı bizimlə əməkdaşlıq edən insanlar da var ki, məsələn, İstanbul Texnik Universiteti öğretmenliği, ya bizim öz səhifəmizdəki bir antistres layihəmiz var. Bir gün ərzində seminar olacaq. Bunun içərisində meditasiya, müsbətən kodlaşdırma, mənfidən təmizləmə, çox şey var yəni içərisində. Və keçirdik biz. Keçdiyimiz zaman yüzlərlə insan tam ödənişsiz qalxırlar. Sonra onlardan feedbacklər, geri dönüşlər vardı. Yəni, belə deyim ki, biz gözlədiyimizdən müsbət, daha da fazla müsbət geri dönüş aldı. İnsanlar bunun davamlı olmasını istəmişdir. Biz indi YouTube kanalı çox olmadığı üçün imkan dairəsində zəlzələ vaxtı qatılımcılara çox müsbət təsir göstərdi bu antistres layihəsi. Antistres layihəsində çox maraqlı bir məqam var. Məqamı arasında ki, bu layihəni araşdırılır, dünyanı da araşdırılır. Məsəl üçün, dahi yazan insanlar olduğuna görə, 70% yazan insanlar olduğuna görə, məsələn, Harvard Universitetinin araşdırmaları nələrdən keçirilir, digər Stanford Universitetinin araşdırmaları nələrdən keçirilir. İnsan ən çətin müddətdə stres altında necə reflekslər göstərir. Bir layihəni bitirib, dediyim kimi, zəlzələ ya digər zamanı insanlara təqdim etdiyimiz zaman ki, geri müsbət dönüşlər aldı. Biz bu layihəni eyni zamanda Kanada Calgary'də Kanadanın araşdırmaları mərkəzi var. Orada mərkəz var, həm psixoloji negativlikləri araşdırma, həm də insanlara sosial yardım edir. Onlara da göndərdik. Onlardan gələn bizlər tam səmimi olaraq geri dönüş oldu ki, biz müəyyən neçə nəfərin komandasını yazdı və tam olaraq nə qədər baxsınçılıq bizim araşdırdığımız universitetlərin yaxud da elmi araşdırma mərkəzlərinin nəticələrini araşdırıb bu proyekti gətirmişdir. O universitetlər özləri hətta inanmırdılar ki, yəni bunu böyük bir komanda edirlər. Buradan nə ortaya çıxarır? İnsan nəsə həyatda politik bir şey eləmək istəsə, öz şəxsi həyatı üçün, işi üçün, gələcək hədəfləri üçün mütləq şəkildə gerçəkləşdirə bilər. Əgər ki, disiplinli, proqramlı, özünə inanlı, yəni işini dəqiq, hədəfli olub, stabil şəkildə belə bir şey. Mən təşəkkür edirəm, gerçəkdən mənim üçün hər bir sual burada dəyərlidir, fikirləriniz dəyərlidir, İranlarınız da dəyərlidir. Kimsə sualım varsa, məsəl üçün mənə maraqlıdır ki, gələcəklə bağlı, burada oxuyan yoldaşlar, hədəflər bağlı, karyerlərlə bağlı, stajla bağlı, işlə bağlı, yəni istəyən orta fikir verirlər və yaxud da ki, işin yanında nə görürsünüz, yəni necə bir yerdə çalışmaq istəyirsiniz. Əsas odur ki, tam hər şeyi içərisində düşünməyəsiniz də. O anda insan deyərlər ki, mən istəyirəm ki, elm yolunu gələn insanın bir məqsədi var. İntellektinin, yəni tələbənin intellekti onun əmtəsidir. Hər bir əmtəni çıxarsa bazara satsın. Sizin də psixologiya danışdığınız çox gözəl, bunlar hamısı qulağa çox olmadı. Amma biz bugünkü gündə nahar eləyəndə psixologiyanın stolun üstünə qoyub onu yəqin edirik. Konkret lazımdır hər bir insana. Sizə sualımdır, siz bu araşdırılmalar mərkəzi, həmin o əmtəni, elmi əmtəni, deməli, transformasiya eləyərək intellektual mülkiyyəti, bazarın çıxarılmasında hansı işlər görür? Həmin o intellektual mülkiyyəti, həmin o əmtəni. Çünki
mən özüm də tələbəyəm, həm Dillər Universiteti tələbəsiyəm. Amma bundan əvvəlki mən sosial layihələr həyata keçirmişəm, bundan əvvəlki mən sosial işlər gördüyümə görə konkret heç bir insanı belə götürək də, kitabla yanaşı digər məsələlərlə maraqlandırır. Yəni, bir çox dünya dövlətlərində Avropa olsun, Asiya olsun, belə bir anlayış var. Deməli, qısa yanılığa gətirəm də, qısa yəni, deməli, siz Türkiyədə təhsil alan sonunda işləmirsinizsə, orada iş verənlər birliyi var. Bunların məqsədi nədir? Bunların sosial layihələrində nələr fikirdir? Yəni, işə yoxlarında həmin o əmtəz sahiblərin arasında bir transformasiya görmək. Sizin bu birliyi, sizin bu təşkilat, o transformasiya sahəsində hansısa bir işlər görürmü? Yəni, bu əmtəni, məsəl üçün, bu tələbələrin hamısı mən içində var. Mən içində daxil olmaqda mən o əmtəni satmaq istəyirəm. O intellektual ülkəni satmaq istəyirəm. Onu necə satır? Hansı formada satır? Bunu söhbət mən obrazında bir intellektual ülkəni. Bir də əmtənin özü bir intellektual ülkəni. Amma insana xas bir şeydir. Yəni, bunun bazara satılması istiqamətində, yəni bunun bir işə götürənə təqdim olması istiqamətində hansı işlər yəni mən bunların hamısını deməli Əslində bir sual kimi verdiniz, amma bir çox bilməm, birisi necə, sualını çox dəyərləndirirəm, qatıldığım tərəflər də var, qatılmadığım tərəflər də var. Məsəl üçün, psixologiyanı, əgər bir insan müəyyən dərəcədə, yəni deyək ki, bilməzsə, o dedik o psixologiyanı tərkib olsa, psixologiyanı bilməzsə, heç bir müddət, heç bir komandada, dünyanın heç bir yerində, istər Azərbaycanda olsun, istəyirsiniz, Avustraliya, Sidney'de olsun, Alış Boston'da olsun. Heç bir müddət çalışa bilməyəcək. Çünki işin öz psixologiyası var. Komandayla çalışmaq psixologiyası ayrıdır. Bir də şəxsin öz psixologiyası var. O da başqa bir məsələdir. Biz dediyim kimi, əlimizdən gəldiyimizdə, imkanlarımız daxilində sosial olaraq faydalı olmağa çalışırıq. Platforma nə deyəsən, çıxırsa platforma, tamam. O bizim, belə deyək, platformanı bizim, yəni yeni bizim layihəmiz üzərində çalışır. Biz yeni kimi əlimizdə olan alətlərdən istifadə edərək bu seminarlar verir. Yəni, traditional, yəni gəlməksəl alətlərdən istifadə edirik. Amma indi platformaya keçəndə isə biz o dediyiniz bir şey var ki, əlbəttə hər bir universiteti bitirmiş və yaxud da universitetdə təhsil alan gənc o platformada təhsil bitiriyib daha tez şəkildə işlə təmin ola bilər. Onu nəyə misal çəkirlər? Məsələn, Big Brand şirkətini misal çəkə bilərəm. Big Brand şirkəti. Hansı ki, mənim universitetdə onun yönetimdə olan insanlarla yəni bir yerdə çalışmışam. Onlar da eyni universitet, yəni mənlə eyni universiteti bitiriblər. Onlar necə Rusiyada yaranmış bir platformadır, Rusiyada yaranmış təhsil platformasıdır. Onlar deyirlər, məsələn, Rus üzərində, SNG-lər, yəni nə edirlər? Onlar belə bir təhsil irəli sürürlər ki, təhsil bitirən hər bir gənc tam olaraq 100% işlə təmin olacaq. Çünki Rusiya böyük bir ərazidir və iş şəbəkəsinin onsuz da onlar yəni qurublar və bu gün üçün çox mükəmməl bir şeydir. Artıq tələbə təhsil alanda bilir ki, 100% təhsilini qururla bitirsə, işlə təmin ola biləcək. Bu, sizin dediyiniz intellektual təhsili, intellektual proje məhsulunu bu şəkildə pazarlaya bilir. Biz də eyni bir siyasətlə istəyirik, yəni hədəfləmişik, amma əlbəttə ki, böyük çətinliklər var. Yox, üzərində çalışırıq, belə deyil, əməkdaşlıqlar eləyirik, belə deyil, bir çox şirkətlər bunun texnoloji, IT çalışmaları gedir. Bir də ki, belə deyil ki, Rusiyadan, Türkiyədən, bir də ki, Avropadan, Rusiya Universiteti, Moskva Beynəlxalq Universiteti, Bursa Uludağ Universiteti, bu universitetlərlə bizim elmi əməkdaşlığımız var, yəni onlar hər şəkildə bu proyektin inkişafına
dəstək mövqeyindədirlər. Yəni çalışmalar gedir, araşdırmalar gedir. İş dünyasında olan hər bir belə deyək, uzun müddət çalışan hər bir kəs bilir ki, uğurlu bir proyekti ortaya çıxarmaq birincisi çətindir, amma çətin olsa da sonunda çox böyük bir başarı deməkdir. Biz də bütün çətinlikləri öncədən öngörmüşük, indi də hal-hazırda çox pozitiv çalışmalarımız gedir, hətta indidən şirkətlərlə danışırıq. İnşallah bizim ən böyük istəyimiz odur ki, tələbələrdən bu təhsil platformasına qatılmaq istəyənlər, hətta biz akademiyanın içərisində staj keçmək, təcrübə keçmək istəyənlər buyurub qatıla bilərlər. Yəni stajda uğurlu keçən yoldaşlar staj fonunda bizimlə sabit, yəni tam zamanlı qalıb çalışa bilərlər. Rusiyadakı ilk mühendis şirkəti 1000 nəfərlik bir qrupdadır. İlk başlayanda şirkəti, bu da Rusiyanın təhsil şirkətidir. Onlar da təhsil sahəsində işləyir. Bütün bu şirkətlərin hamısı belə deyək ki, bizimlə eyni bir mövqedən işləyirlər. İlk mühendis şirkəti ilk başlayanda deyək ki, kiçik bir tələbə, hətta deyim tələbə ilə başladılar. Daha sonrasında isə hal-hazırda ilk proje beta versiyasını yarısında 30 milyon investisiya aldılar. Daha sonra daha investisiyalardan davam edildiler. Yəni belə bir şey var. Ucuzlu bir iş ortaya çıxardırsansa mütləq üstünə dəstək edənlər olur. Mütləq ki, əməkdaşlıq edəcək yerlər olur. $10 milyon üstüne dolar şirkəti, biz şirkətidir. Yəni bu şirkətlərə alışlayırıq və onu da demək istəyirəm ki, mən Azərbaycandakı potensiyalı bundan daha da artıq olduğuna inanıyorum və daha uğurlu olacağını düşünüyorum. Bir şirkət yazdı, şirkəti, yəni bu qədər ilerləmə var. Tam akademiyası. Tam akademiyası demək olar ki, tam olaraq sosial proyekti bunu yaradan şərtlərdə bu da qlobal təsir göstərən müqavilədir. Bunlar hətta burada təhsil əməkdaşlıqlar. Düşünün ki, yəni bir təhsil proyekti bütün dünyaya yardım edir. Şeye 35 milyon istifadə edəcəyimizdən qlobal platformlarda 4 milyonda fəal şəkildə dəfə Azərbaycanda da hədəfimiz nədir? Bizim hədəfimiz tələbələrin bacarıqlarını inkişaf etdirmək, texnologiya ilə, innovasiya ilə və onları özlərinin tapmasından yardımcı olur. Yəni ki, tələbə tək düşünmədən, tutaq ki, mən marketing
bu ay yani bizim staj programı, tədqiqat programı atılacaq tələbə real iş dünyasında təcrübə qazana biləcək və real çətinlikləri görə biləcək. Sözünüzü bilirsiniz ki, yəni indi bu dəqiqə belə deyək ki, hal-hazırda iş dünyasındakı ekosistemdə həmən universiteti bitirdin, ya stajı bitmək istədin, həmən gedib sən təcrübə edə bilirsən. Bu çox gözəl bir özellikdir. Bizim digər şirkətlərdən olan çox bir fərqimiz odur ki, bizim bu sorumlu perspektiv globaldır. Yəni bizim hədəfimiz qlobal olduğuna görə bizim bütün çalışmalarımız da qlobal bilməyə çalışırıq və onun da əsasında tələbə üçün böyük bir şans əldə ediləcək. Yəni ki, bizimlə çalışdığımız zaman istəsən çalışmalar, praktiki bacarıqlar əldə edilib, bizimlə əməkdaşlıq edən şirkətlərlə də misal üçün deyək ki, bizim daxili şirkətlər arasında Microsoft kimi şirkətlərlə biz bu təhsil layihəmizi danışmışıq. Yəni, həm bizdən də sertifikat alanların, həm bizimlə əməkdaşlıq edən şirkətlərdən də IBM şirkəti kimi əməkdaşlıq sertifikat ala bilirlər, staj bitimində işlər, həm tövsiyə məktubu ala bilirlər, həm də qlobal, yəni hüquqlar bir şirkətdə çalışma imkanı sağlayırlar. Ümumiyyətlə, bilirsiniz necə, insan nə qədər sizin üçün təqdir yaratsa, nə qədər ideal, nə qədər çox fərqli hüquqlar mühitdə çalışdı, bir o qədər özünü zənginləşdirəbilir. Suallarınız nasıl buyurun? Yəni, suallar olsa daha çox maraqlı olar. Çünki benim oğlum kimi geçsin. Əlimdən gəldikdə çalışıram ki, Babaya və onlara təmsil alırıq. Və mən bilmək istəyirəm ki, əgər mən sizə müraciət edəsəm, bu sahə üzrə mən yönləndirə biləcəyiniz təhsil yeri varmı? Mən orada təcrübə əldə edim. Məktəbə qədər təhsil. tədris müddətində tələbə oxuduğu ixtisasdan asılı olmayaraq əlavə bilik və bacarıqlar əldə edə bilər. Yəni, texniki olaraq təcrübə proqramına qatıla bilərsiniz. Və proqramın içərisində tələbə də öz seçiminə uyğun olaraq və yaxud öz hədəflərinə uyğun olaraq irəliləyə bilir. Ola bilir ki, məsələn, məktəbə qədər təhsil almasınız, amma məsəl üçün idarə etmə koordinasiyada işləyə bilərsiniz, təhsildə işləyə bilərsiniz, kurs analizi. Yəni, bu tipli platformalarda dediğim kimi, məsələn, bir mühendis şirkəti, Rusiyadakı şirkət hal-hazırda əməkdaşlığı, Azərbaycanda da onunla əməkdaşlıqlar var. 1000-ə yaxın əməkdaşı var. Niyə üçün? Çünki iş qlobal olduğu üçün, platforma qlobal olduğu üçün maksimum sayda insan gərək. Bu da yəni tələbəyə böyük bir, əslində biz tələbə fərqli perspektivdən baxsaq, multikultural şirkətlərdə işləmək böyük zənginlikdir. Çünki siz yalnız Azərbaycanlılarla çalışırsınız, Türklərlə də çalışırsınız, Almanlarla da çalışırsınız, Ruslarla çalışırsınız. Və hər bir millətdən, hər bir insandan, necə kitab ki oxuyur, hər bir kitabda bir çox şey qazanırsınız, yəni bir çox təcrübə qazanırsınız. Bu da insan özünü zənginləşdirir. Hər bir mühitə uyğunlaşa bilir hər bir insan və hər kəsi anlaya bilir, daha çox empati qura bilir. İşini də çox fərqli prizmalardan inkişaf edir. Belə bir şey var. Yəni, müraciət edə bilsən, belə bir proqram var bizə, müraciət edə bilsən. Hər vaxtınız xeyirlər. Mənim adım Aynurədir. Bu yaxınlarda Orxan bəylə əməkdaşlığa başlamışıq. Sadəcə sizə demək istəyirəm ki, hal-hazırda bizim artıq yaşımız 30-ları keçib. Sizin əlinizdə olan imkanları yaxşı qiymətləndirin. Biz tələbə olduğumuz dövrdə bu şərait bizə yaradılmırdı. Və bizim üçün belə bitməyən internet, əlimizin altında olan informasiyalar, kurslar, istədiyimiz hər nə var idisə, o qədər əl çatmaz idi ki. Biz oturub televizorda baxırdıq, fikirləşirdik ki, nə yaxşı Amerikada belə
gözəl şərait var tələbələr üçün. Türkiyədə başqa cür şərait var. Amma biz özümüzü məhdudlaşdırılmış hiss edirik. Düzdür, mən Orxan bəy kimi bu qədər xırdalıqlara gedə bilmirəm, yəni texniki xırdalıqlara. Amma əgər içinizdəki hansısa bilik, bacarıq və vərdişləri inkişaf etdirmək istəyirsinizsə, fərqi yoxdur hansı sahədə. Çalışdığınız sahədən bir fərqli sahə. İxtisasca mən də ingilis dili müəllimiyəm. Amma o qədər əlavə təlimlər almışam çünki bəzən işə qəbul üçün harasa müraciət edəndə bizdən soruşurlar ki, hə, ingilis dilini bilirsən, dil bacarığı. Bəs başqa hansı bacarığın var? Ola bilər ki, siz ingilis dilini dil kimi bilirsiniz, amma burada hansısa başqa bir sahədə özünüzdə staj proqramı əldə edirsiniz. Təsəvvür edin ki, gözəl bir şərait yaranır. Staj proqramı əldə edirsiniz və sonra bəyənirsiniz və şirkətdə əməkdaşlıq eləməyə başlayırsınız. Yəni, müasir dövrdə təcrübə göstərir ki, əgər biz nə qədər tez yaşda, nə qədər gənc yaşdan çalışmağa başlayırıqsa, o qədər də çox uğurlar əldə edirik. Təsəvvür edin ki, bir nəfər 20 yaşında başlayıb çalışmağa və artıq 30 yaşında 10 illik təcrübəsi olur. Bir də var kimsə universiteti bitirir, ondan sonra magistraturanı bitirir, ondan sonra əskərliyə gedir və bu zaman o vaxtı uduzur və gəlib hansısa müddətə düşəndə o artıq adaptasiya dövrünü keçə bilmir. Xanım bayaq çox yaxşı qeyd elədi, soft skills, hard skills. Bəli, həyatda soft skills çox vacibdir, yəni yumşaq bacarıqlar. Amma bizim hard skillsimiz, yəni sertifikatlarımız, aldığımız təhsil olmasa, mən bir şirkətə CV göndərirəm, onlar məni ora dəvət edəcəklərmi? Mənim yumşaq bacarıqlarım çoxdur, amma onları inkişaf etdirmək üçün əvvəlcə məndə hard skills formalaşdırmalıyam. Mənim CV-mdə, necə deyərlər, bu bəhv olmalıdır ki, bəli, görsünlər ki, Aynurə buranı bitirib və hansısa artıq soft skills, yəni insan bacarıqları hesabına bizim şirkəti önə aparacaq. Ona görə düşünürəm ki, yararlanmağa dəyər və təşəkkür edirəm. Gerçekten baktığımı değerlendirdi, tədbirə qatıldığımız için herkese minnətdarlıq bildirirəm. Elimizden geldiğince, yani bir damla belə olsa, insanlarda bir addım belə olsa, eğer müsbətə doğru bir şey dəyişebilirsə, bizim üçün bu çox böyük müvəffəqiyyətdir. Kimisə yenə də sualı, fikri, varsa yönləndirə bilərlər. Sonuna gəlmiş. Bir sualım olacaq. Düşünürəm bu həm biraz geniş, həm də bütün auditoriya üçün spesifikdir. Niyə? Çünki ümumiyyətlə 11-ci siniflər abituriyent vaxtı şagirdlərin düşündüyü tək belə bir şey olur ki, mən filan qədər bal toplamaq istəyirəm, məqsədim çox bal toplamaqdır, amma indi ixtisası düşünməmişəm. Və yaxud da ki, hansısa qrup üzrə ən yüksək balı olan ixtisası arzulayırlar. Bəlkə də maraqları ora yoxdur. Məhz o prestij üçün, o maraq üçün insanlar deyəcək, 660 balla hüquqa qəbul oldu. İnsanlar ona desə ki, 660 balla ingilis dili müəllimliyi və yaxud riyaziyyat müəllimliyi, bu insanların bunu deməsini istəmir. Sadəcə ən yüksək ballı ixtisas istəyir. Bu əslində bizim məktəb vaxtından elədiyimiz bir səhvdir. Mən bunu belə düşünürəm. Məsələn, hazırda bir çox karyera mərkəzləri, akademiyalar gəlir, universitetlərdən təlimlər keçirlər, karyera ilə bağlı. Düşünürəm ki, bu kimi təlimlərin məktəblərdə olması daha yaxşı olar. Çünki biz buradayıq, artıq müəyyən bir yolu tuturuq. Yəni, yolun 50%-nə gəlmişik, belə deyək. 4-cü kurslar elə lap çox gəlib. Amma məktəb vaxtında bu kimi qabaqlayıcı tədbirlər, yəni bu kimi profilaktik tədbirlərin görülməsi daha uyğun olar. Çünki biri var ki, bir şəxs 11-ci sinifdə oxuyur və hələ də bilmir. Gəlirlər onun məktəbində bu təlimi keçirlər, o təxminən beynində o xəritəni qurur. Və təlimdən nəsə öyrəndiyi zaman hələ də çox şey gec deyil. Düzdür, universitetdə də gec deyil. Və artıq o yolunu dəqiq seçir. Amma biri də var ki, universitetdə 4-cü kursda oxuyur. Gəlirlər bir təlim keçirlər, onun yolu başlayır, fikri dəyişir və başlayır böhran vəziyyətinə düşməyə. Yəqin ki, fikrimi çatdıra bildim. Əslində biz səhvi məktəb vaxtından bilirik, yəni bu seçimi düzgün eləmirik. Bu sadəcə mənim yanaşmam idi, bunu bildirdim. Sualım isə belə olacaq. Biz auditoriyada olan hər bir kəs belə zənn eləyək ki, siz bir rəhbərsiz və işə götürənsiz. Və bizim hamımızda namizədik. Siz bu namizədlərdə hansı bacarıqları axtarırsınız ki, o bacarıqlar onda olsa, mən ona özümə işçi götürəcəm və yaxud da gələcəkdə o mənim həmkarım olacaq.
dəyərləndirirəm. Bəlkə də tədbirin sonunda ən sual perspektiv suallardan bir dənəsidir. Belə deyək, dediyiniz doğrudur, məktəb dövründən əslində bu fikirlər aşılanmalıdır, amma əlbəttə ki, yəni bu artıq daha bilinçli, belə deyək ki, dövlət səviyyəsində daha bir strategik, daha böyük bir durum var. İnşallah bəlkə gələcəkdə bunları gerçəkləşdirmək olar, yəni o tək bir şirkətin eləyə biləcəyi iş deyil. Amma əlbəttə fikriniz dəyərlidir. Amma belə bir şey var da, biz yaşayırıq, nəfəs alırıq və həyatımızı davam edirik. Buna görə də biz belə deyək ki, biz ali məktəbdə oxuyan, bitirən tələbələri də dəyərlidir, bizim üçün dəyərlidir. Kolleclərdə, məsələn, dediyiniz gibi, ya peşə liseyində, ya orta məktəb bitirən tələbələri də, yəni şagirdlərin də çalışdırılmalıyıq ki, o seçimləri bizim üçün dəyərlidir. Hal-hazırda bizim əlimizdəki imkan bu çərçivədə ki, biz universitetdən çalışa bilirik, çünki özəl bir şirkətik. İnşallah, yəni gələcəkdə onu bəlkə daha perspektivli, hökumətlə, dövlətlə danışıb onu daha perspektivli bir layihə eləmək olar. Qaldı digər məsələyə ki, yəni seçimi verməyə. Bizim necədir? O seçim, belə deyək, biz bir çox ölkə ilə, bir çox yerlə çalışmışıq. Şəxsi keyfiyyətlər birinci gəlir, dünyanın hər yerindədir. Büyük bazarlar, sözünüz var. Yəni, yəni dürüst bir insan, dürüst bir çalışan olması, işlərə qarşı hörmətlə yanaşması, disiplinli olması, əməksevər insan olması və hədəflərinin olması. Yəni hədəfləri olan bir insan, deyək ki, qarşısında hədəf olur ki, mən ilk dildə işləyəcəm, mənim daha sonraki hədəfim filan bir mərkəzdə, filan bir bankda, hətta xaricdə gelmişdir. O, hər bir şirkət üçün dəyərlidir. Çünki artıq o şəxs hədəfləri olan bir insan kimi dəyərləndirir və o da məlumdur ki, hədəfi olan insan hər zaman çalışır, özünü yetişdirir. Özünü yetişdirən insana hər bir şirkət üçün dəyərlidir. Və məsəl üçün, bunları demək olur. İlk bacarıqlarına baxılır, nələr bilir. Amma ümumi götürsək, insan bir şey bilməyə bilər. Bizdə əsas olan odur ki, o insanın çalışma istəyi, əməksevərliyi, işə qarşı dürüstlüyü və bunlar bizim üçün önemlidir. Hər insan yetişdirilə bilər. Əsas olur ki, o insanın içində bir arzusu olsun. Arzusu olmayan insanda heç bir şeylə, heç bir maddi güclə, heç bir texnik təchizatla heç bir zaman işə gəlmir. Eğer başka bir sorun yoksa, var mı sorun? Yoksa hamıya teşekkür ederim. Yeniden minnettarım.